Əziz tamaşaçılar, heç kəs göbələk xəstəliyindən əlbəttə ki, sığortalı deyil. Burada immunitetlə və s. bağlı ola bilər. Bunu mən dəqiq bilmirəm. Ən azı minimum biz onu harada görürük? Elə insanlar var ki, ayaqlarına məsələn qoxu gəlir. Yəni bu da, eləmi Eldar müəllim? Bu da göbələyin göstəricisidir. Amma biz ümumilikdə bütün orqanizmdə bu haqda danışacaq dostlar. Ellabdan həkim infeksionist Eldar Məmmədov studiyamızda qonaqdır. Xoş gördük sizi. Sabahınız xeyir Məmman bəy, sabahınız xeyir Aytın xanım, hər birinizi salamlayıram. Dəri göbələyindən danışağın Eldar doktor. Yəni bəzən əhəmiyyət verilməyən, çox əhəmiyyət verilməyən. Əlamətləri, ilkin əlamətləri hansılardır? İlkin əlamətlər, yəni son zamanlarda birinci qeyd edeyim ki, dəhşət şəkildə yayılıb, yəni çox yayılıb. Doğrudan mı? Bəli. Çünki bu əsasən qasıq nahiyəsində və görünməyən nahiyələrdə olduğu üçün bir çox insan bunu müşahidə edə bilmir, kənar kollektivlər və yaxud da dost tanış. Ancaq insanlar arasında kəsin şəkildə yayılıb, ailələrin içərisində yayılıb, bir fərddən digər fərdə yoluxur. Və ilkin əlamətlər kəsin şəkildə qaşınmalar, şiddətli qızartılar, xəritə formasında, qızartılar formasında özünü virüzə verir. Orta nahiyə biraz rəngi əvvəlki rənginə qayıdır, amma kənarları kəsin şəkildə qırmızı olur və qabıqlanma şəklində özünü virüzə verir. Artıq ayaqdan çox bədənin digər nahiyələrində biz bunu daha çox müşahidə edirik. Bəli, az hallarda uşaqlarda saç dərisində ola bilir. Bunlar da əsasən pişiklərdən, itlərdən keçir, yolxan növüdür. Bəli. Və bu dediyim kimi, bu göbələyin artımı son illərdə fərqli səbəblərdən dolayı ola bilir. Çünki artıq bir yayılmış sporadik hal alıb. Bunun səbəbi, əsas səbəbi nədir? Covid-dən sonraki dönəmdə, təbii ki də biz araşdırmamız ona gətirir, statistikamız. Covid-dən sonraki dönəmdə bu sporadik hal alıb, immun sistemi düşdüyünə görə, kəskin şəkildə düşdüyünə görə və son illərdə insanların daha çox konservant qidalar istifadə etdiyinə görə immunitet düşür. Təbii ki, yuxu rejimi bir çox insanlarda pozulub artıq. Elə insanlar var ki, gecə saat 2-də, 3-də yatır və ən çox bunlarda da immun sistemi düşür və ən əsası da evdə ev heyvanlarının, yəni domestik animallar, ev heyvanlarının saxlanılmasıdır səbəb. Burada səbəb nədir? Məsələn, bir nəfər göbələk tutarsa, evdən kənar şəraitdə bir göbələyə yoluxarsa, onu evə gətirir və ev heyvanlarının bilirsiniz bədən temperaturları yüksək olur və rütubətli olur dəriləri. Uzun müddət göbələk sporaları, göbələyin belə deyək, loru dildə deyək, toxumları uzun müddət sporadik şəkildə heyvanın üzərində qala bilir. Siz sağalsaz belə onda qalır. Həm digər fərdlərə yoluxdurur evdə. Bundan başqa yəni dəsmaldır, gigiyen əşyaları. Bəli, təbii ki də gigiyenik vasitələrdən də yoluxur. Nəm çarşavlardan yoluxa bilər, havlulardan yoluxa bilər. Amma əsas burada mövqe biz tuturuq heyvanların üzərində. Çünki sırf bəzi növlər var ki, bu göbələyin bir sıra növləri var. Bəzi növləri var ki, eynən heyvanlardan yoluxur. Doktor, hamı heyvana toxunmur axı. Amma olur. Və toxunma deyərkən, yəni toxunmaq kifayətdirmi? Məsələn, bu açıq yaram olmalıdır, suyum olmalıdır. Açıq yaraya ehtiyac yoxdur. Bu dəri göbələyi dərimizdə, dərin qatlarda, yəni dermal qatda yaşamır. Sadəcə epidermisdə keratosit deyilən bir hüceyrələrimiz var. Hansı ki, bizim bədənimizdə istifadə olunub, artıq atılan hüceyrələr var. Dərimizin epitel hüceyrələri. Həmin keratin hüceyrələrdən qida kimi istifadə edir göbələklər. Və bu göbələklər üçün əsas qida mənbəyidir. Buna açıq yaraya ehtiyac yoxdur. Sadəcə məsələn 1 saatlıq və yaxud da 2 saatlıq təmas və yaxud da yaxşı sürtünmə kifayətdir ki, və əsasən də yağlı, tərli dərilərdir. Bu daha tez keçir. Bunun yoluxma yolları, yəni heyvanlardan da başqa digər, məsələn, əməliyyatxanalardan da ola bilər, xəstəxanalardan. Çünki pasiyent uzun müddət xəstə çarpayısında uzanır, əməliyyat zamanı əməliyyat masasında uzanır, yaxşı təmizlənməyən əməliyyat masalarından, əməliyyat geyimlərindən, yəni son zamanlarda mən hətta statistika aparıram son illərdə, çünki ay ərzində 50-dən, 100-dən çox bu tip pasiyentim olur, şəxsən mənim. Daha çox qadınlar yoxsa kişilər arasında? Kişilərdə daha çox rast gəlinir, çünki kişilərdə dərilərində sevium daha çox sintez olunur, dəri yağlığı daha çox olur hormonal səbəbdən.
Ona görə bunlarda daha çox olur. Eldar doktor, bu tək bu dediniz o heyvan mənşəlidir, yoxsa bəzən elə insanlar var ki, o qədər də xoş olmayan həyat tərzi sürürlər? Təbii ki, onlarda daha çox olur. Çünki risk daşıyır. Bu risk... Saunalar, masaj kabinetləri və s. Eynən. Bu tip həyat tərzi keçirənlərdə, yəni bu sosial duruma daha çox bağlıdır. Məsələn, daha düzənli insanlardır, bu biraz az rast gəlinir. Ancaq istisna edilmə, yəni bu insanlarda da əgər evdə dediyimiz kimi hər hansı bir heyvan olarsa, təmas olarsa yoluxa bilər və hətta çimərliklərdə, lejinkalardan da yoluxa bilər. Çünki bədən tərli olur. İdman zallarında bu problem. İdman zallarında da, idmançılarda da çox olur. Son zamanlarda gemlərdə, yəni fitness zallarında bəli, tərləyənlər çox olur. Bir nəfər tərləyir, digəri eyni masaya uzanır. Ondan sonra baş verə bilər. Bir də Ellabda buna yanaşma necədir? Yəni Ellabda bu məsələlərin müalicəsi, göbələyin müalicəsi. Deməli, mən həmçinin Ellabda mikrobioloji şöbə rəhbəriyəm. Bu infeksiyaların araşdırılması, diaqnozun qoyulması. Son zamanlarda deyərdim ki, son 2 ildir Azərbaycanda ən yaxşı laboratoriyalardan birinə malikdir Ellab. Son 2-3 ildə və yaxşı peşəkarlar işləyir ki, budakı diaqnozun qoyulmasında bizə daha da rahat olur. Burada biz nə edirik? Ellab klinikasında göbələklər dəridən götürülən qaşıntını biz kultivasiya edirik, əkirik. Göbələyin növünü təyin edirik. Çünki göbələyin bir neçə növü var. Bu növlər fərqlidir. Yəni antropogenik, zoofilik və geofilik tiplər. Bəziləri hətta torpaqdan da yoluxa bilir. Bu daha çox kənd təsərrüfatında işləyən işçilərdə olur, qazıntı işləri görənlərdə olur. Hansı ki, epidermofitonlar olur buna səbəb. Bəli, torpaqla çox işləyən insanlarda ən çox əllərində, ayaqlarında görə bilirik. Hansı şəxslərdə daha ağır keçir bu xəstəlik? Hansı şəxslərdə ağır keçir? Dediyim kimi, ən başda durur ev heyvanı saxlayanlarda olur. Ev heyvanları. Çünki bir dəfə yoluxdurub evə gətirərsə, məsələn, yoluxub evə gətirərsə, heyvanı yoluxdurarsa, o uzun müddət davam edir. Yəni, fərd sağalsa belə heyvandan təkrar yoluxur. İkinci, bu qrupa kimlərə aiddir? Obezitəli xəstələrə aiddir, çəkili xəstələrə aiddir. Diabetik xəstələrə aiddir. Çünki diabetik xəstələr, burada xüsusi nüans var, göbələk şəkərlə qidalandığına görə və bədənimiz şəkəri parçalaya bilmir. Bəzən diabetik xəstələrdə bu şəkər ehtiyatından göbələk istifadə edir. Yəni, birbaşa olaraq qidalanma mənbəyi keratinozitlər və şəkərdir. Şəkər nə qədər bol olarsa göbələyində yəni stimulyasiyası o qədər artır. Eldar doktor, eyni zamanda biz adətən göbələk işləndə, elə mən girişdə də dedim, xüsusilə insanlar son vaxtlar xüsusilə ayaq qoxusu və s. Yəni, mən istəyərdim bu haqda da, çünki bizə yadımdadır ki, bir dəfə də biz həkim infeksionist studiyamızda olmuşdu. Daha çox bununla bağlı da suallar gəldi ki, bunun qarşısını necə almaq olar? Dediyim kimi, burada ən çox ayaq, yəni tinniapedis deyirik, buna ayaq göbələyi deyirik. Ayaq göbələklərində tərləmələr ola bilir, qaşınmalar olur, diskomfort hissi olur, qoxu hissi olur. Və burada bizim görəcəyimiz ən yaxşı tədbirlərdən biri ilkin olaraq ayağa hava keçirən ayaqqabılar istifadə etmək, çəymələrdən istifadə etmək və ikinci olaraq mütləq həkimə müraciət edilməlidir və göbələyin növü təyin edilməlidir və qeyd edim ki, göbələyin növünün təyini demək olar ki, ancaq bəzi klinikalarda aparılır, bir neçə klinikalarda aparılır. Əsas bizdə Ellabda aparılır bu işlər, yəni göbələyin təyini və ona uyğun müalicənin aparılması. Və dediyiniz kimi, ayaq göbələklərində ən çox səbəb olan və təkrarlayan infeksiyaların əsas səbəbi dırnaq göbələyidir. Dırnaqlarda qalınlaşma, saralma, kövrəkləşmə və bu tip problemlər olur deyə ona görə də mütləq müalicə aparılmalıdır. Antifungal terapiya aparılır, hava keçirən ayaqqabılar geyinməlidir. Yəni, bu tip tədbirlər görmək lazımdır. Bizdə çox təəssüf olsun ki, antibiotiklərdən istifadə məsuliyyətsiz formada edənlər kifayət qədərdir. Bu antibiotiklərdən istifadə halları dəri göbələyinə də təkan verirmi? Yox, burada bir yanlış mif var burada da. Çünki deyirlər ki, 3 gün istifadə edərsinizsə, mütləq bəli. Məsələ nədir? Göbələklər 2 növdür. Bir, küf göbələkləri var, bir də maya göbələkləri var. Dərimizdə olan küf göbələklərdir, dermatofitiya göbələkləri.
bu göbələklərin inkişafında, çoxalmasında, reproduksiyasında antibiotiklərin heç bir rolu yoxdur. Dəridə olanlar. Bəli. Antibiotikdən başqa antibiotik bir istifadə edəndə də elə 3-cü gün mütləq şəkildə siz göbələk əleyhinə yəni içmək lazımdır. o digər maya göbələklərinə aiddir. Bu hansı bağırsağımızda, selüli qışalarda, vaginal florada olan göbələklərə aiddir. Amma bu birisinə aid deyil. Aid deyil. Çünki həmin onun da formalaşma yolu nədir? Həmin florada olan bakteriyalar məhv olur deyə göbələklərin miqdarı artır. Yəni disbalans yaranır. Bəli. Göbələyin daha çox artmasına şərait yaradır deyə disbioz olur. Edə doktor, bəzi insanlar deyir ki, bu əlimdə göründü, buna hər hansı bir maz vurum, spirt vurum, yaxşı sabunla yuyum, bəlkə də təsadüfən solur və düşünür ki, vəssalam, bitdi, sağaldı. Bəli, infeksion xəstəliklərdə ümumiyyətlə bəzən infeksiya öz-özünə sağala bilir. Bu bədənin göstərdiyi müqavimətdən asılıdır. Ancaq hər hansı qıcıqlandırıcı, kimyəvi, spirtdən falan hər hansı bir şeyin istifadə edilməsi yol verilməzdir. Ən yaxşı burada antifungal terapiyadır. Təşəkkür edirik sizə. Eldar Məmmədov dostları, Labdan həkim infeksionist və əlbəttə ki, düzgün vaxtda, doğru belə deyək, mütəxəssisə müraciət etmək bu insanları bir çox fəsadlardan, bəlalardan qoruya bilər. Xüsusilə bu ay ad gününüzdürsə, doğum gününüzdürsə, şəxsiyyət vəsiqəsindən Ellaba yaxınlaşın, sizə 50% endirim tətbiq olunacaq. Minnətdarıq sizə.